Salam müəllimlər, hər vaxtınız xeyir olsun. Müəllimlər, bugünkü dərsimiz tərəvəz xörəklərinin hazırlanma texnologiyasıdır. Bu günləri biz öyrənəcəyik ki, tərəvəz xörəkləri hansı formada bişirilir, hansı formada hazırlanır, ardıcıllıqlar necədir? Tərəvəz xörəklərinin hazırlanma texnologiyası. İnsanın sağlam qidalanmasını tərəvəzsiz təsəvvür etmək mümkün deyil. Bəli, bizim sağlamlığımız üçün tərəvəzin əsaslı rolu var. Tərəvəzlərin tərkibində orqanizmin normal həyat fəaliyyəti üçün böyük miqdarda vitaminlər, mineral maddələr var. Bəli, buradan öyrəndik ki, tərəvəzin daxilində nələr var? Vitaminlər və mineral maddələr var. Sarımsaq, soğan, turp kimi tərəvəzlərin tərkibində xəstəlik törədən bakteriyaların, göbələklərin, virusların inkişafını ləngidən maddələr var. Tərəvəzləri hansı dərəcələrdə saxlayırıq? Tərəvəzlərin saxlanma və aşpaz emalı zamanı vitaminlərin qorunmasını təmin etmək üçün müəyyən qaydalara riayət etmək lazımdır. Deməli, baxın müəllimlər, bu öyrənəcəyimiz hansı ki, vitaminləri qorunması üçün nələri etməliyik? Tərəvəzləri 1 dərəcədən 3 dərəcəyə qədər temperaturda qaranlıq yerdə saxlamaq lazımdır. Vitaminləri qorumaq üçün 1 dərəcədən 3 dərəcəyə qədər qaranlıq yerdə saxlamaq lazımdır. İsti emal zamanı tərəvəzlərdə C vitamininin saxlanması üçün oksidləşən qabdan istifadə edilməməlidir. Hansı ki, metal üst qatı olmayan metaldan, belə deyək də, üst qatı olmayan metal alüminiumdur, düralüminiumdur, nikeldir. Yəni, üst qatı olmayan metaldan istifadə edilməməlidir. Tərəvəzləri duz qatılmış qaynayan suda bişirmək lazımdır. Tərəvəzləri bişirən zaman mütləq duz qatırıq suya. Niyə? Çünki vitaminləri bu formada qoruyub saxlaya bilirik. Şorbalar üçün nəzərdə tutulmuş soğan, yer kökü, ağ soğanaqları olan cəfəri, kərəviz və s. tərəvəzləri qaynatmazdan əvvəl yağda qızartmaq lazımdır. Deməli, yağda qızardarsaq vitaminləri, yəni itmir, özündə qalır. Biz bunu A vitaminində də öyrənmişdik ki, A vitamini istifadə etməmişdən qabaq yağda qızardanda daha yaxşı nəticə əldə edə bilirik. Bişirmə zamanı tərəvəzlərin hava ilə təmasını maksimum azaltmaq lazımdır. Maksimum, yəni azaldırıq ki, vitaminlər qorunub qalsın. Tərəvəzlərin üzəri su ilə tam örtülməli. Qazanın ağzı qapaqla sıx bağlanmalıdır. Deməli, tam örtülür, sıx qapaqla bağlanır. Bu slaydda öyrəndiklərimiz nələr idi, müəllimlər? Bu slaydda biz öyrəndik ki, insan orqanizmində tərəvəzlərin rolu böyükdür. Çoxlu sayda vitaminlər var, mineral maddələr var. Sarımsaqdır, soğandır, turpdur, bunların daxilində hansı ki, xəstəlik törədən bakteriyalardır, göbələklərdir, viruslardır. Bunlardan istifadə zamanı hansı ki, bu virusların inkişafını ləngidir. Deməli, tərəvəzlərin həm saxlanmasıdır, həm də aşpaz emalı zamanı vitaminlərin qorunması üçün bizə bir neçə məsləhət, bir neçə qayda verildi. Onlardan biri 1-3 dərəcədə qaranlıq yerdə saxlamalı, ikincisi oksidləşən qabdan istifadə etməməli, üçüncüsü duz qatılmış suda bişirməli, sonra soğandır, yer köküdür, cəfəridir, kərəvizdir. Bunları yağda qızardandan sonra bişirmək daha məqsədə uyğundur. Maksimum hansı ki, biz hava ilə təması azaldırıq. Tərəvəzləri hansı ki, bişirərkən üstün tamamilə su ilə örtülməlidir və ağzı bağlı qabda bişirilməlidir. Bu bizim birinci slaydımızdan öyrəndiklərimiz. Aşpazlıqda tərəvəzlər
Qida məhsulu qidada istifadə edilmə üsuluna görə bir neçə qrupa bölünür. Gəlin baxaq. Deməli, qidada istifadə edilmə üsuluna görə tərəvəzlərin qrupu meyvə köklülər, kök yumrusu, çələn fəsilələr, qabaq fəsiləlilər, paxlalılar, quş üzümü fəsiləlilər, yarpaqlılar, soğanaqlılar. Meyvə köklülər, yəni kökü meyvə kimi, yəni biz onu istifadə edib yeyə bilirik də, düzdür. Çuğundurdur, qaynadıb yeyə bilirik, kökü meyvə kimidir. Yer köküdür, qaynatmamış da, qaynatmış da, yəni bunu istifadə edə bilirik. Turpdur, həmçinin qırmızı turpdur, soğanaqlı, cəfəridir və kərəvizdir. Həmçinin də şalğam. Yəni biz bunları torpaqdan çıxarırıq. Bunların torpaqda olan meyvələri, kökə bənzər meyvələri yeyilməlidir. Kök yumrusu. Bax, burada da kartofdur, yer badamıdır, batatdır. Batat yəni şirin kartof. Bunlar köklərindən istifadə edirik. Köklər də yumru şəklində olur. Kök yumrusu. Çələn fəsiləlilər. Ağ və qırmızı baş çələm, gül çələm. Baxın, çələn fəsiləlilər elə çələmlər. Qabaq fəsiləlilər. Xiyardır, qabaqdır, yəni balqabaqdır, belə deyək, Yunan qabağıdır. Bax, bunlar qabaq fəsilələrə aiddir. Xiyar, qabaq, Yunan qabağı. Paxlalılar, bunları artıq biz bilirik ki, paxlalılar, noxuddur, lobyadır, paxladır, yer fındığıdır. Bunlar paxlalılara aiddir. Quş üzümü fəsiləlilər. Hansı ki, pomidor, badımcan, şirin bibər. 3 bacı dolması hazırlayanda pomidor, badımcan, şirin bibər. Bax, burada. Quş üzümü fəsilələrinə aiddir. Yarpaqlılar, çahının yarpağını istifadə edirik, bəli. Vəzərinin yarpağını istifadə edirik, bəli. Soğanaqlılar. Soğanaqlılar şalğama oxşar soğan. Bax, şalğam özü meyvə köklüdür, kökündən istifadə edir. Amma deyir, burada şalğama oxşar soğan. Soğan necə olur? Soğanaqlılar fəsiləsinə aiddir də. Biz onu elə bil ki, torpaqdan çıxarırıq. Həm yarpaqları, həm də ki, belə deyirik, kök hissəsi yeyilməlidir. Sarımsaq, kəvər, həm yarpağını yeyirik, həm də ki, özünü, torpaqda bitən hissəsini, belə deyək. Torpaqda bitən hissəsi deyəndə ki, təsəvvür edin ki, bu torpaqda kökləri, yəni bu formada kökləri torpaqdadır, dib hissəsi olur, bir də ki, nə bilim, indi bunun yarpaqları olur, belə bir şey. Yəni kök deyəndə ki, bunu yemirik də, hansı ki, bunun dib hissəsini demək istədim. Şalğama oxşar soğan, sarımsaq və kəvər. Gəlin, indi bir baxaq görək nə yadımızda qaldı. Batat, şirin kartof, hansı tərəvəzlər qrupuna aiddir? Bəli, kök yumrusuna aiddir. Yer fındığı, paxla, noxud, lobya, bəli, paxlalılara aiddir. Yunan qabağı. Baxın, adından da göründüyü kimi Yunan qabağı, qabaq fəsilələr. Xiyar da qabaq fəsilələrə aiddir. Sonra şalğama oxşar soğan. Bəli, soğanaqlılar. Bəs şalğam, meyvə köklülər. Soğanaqlı cəfəri və kərəviz. Meyvə köklülərə aid. Bax, soğanaqlı deyir. Kərəviz. Bu da meyvə köklülərdir. Amma kəvər, sarımsaq, bunlar soğanaqlılardır. Gül çələm, ağbaş, qırmızı baş çələm. Bəli, çələm fəsiləlilərdir. 3 bacı dolması, hansı ki, pomidor, badımcan, şirin bibər, quş üzümü fəsiləlilərinə aiddir. Növbəti slaydımıza keçək. Tərəvəzdən müxtəlif çeşidli əsas xörəklərlə yanaşı, həm də balıq və ət üçün nə hazırlayırıq? Qarnirlər hazırlayırıq. Qarnir nədir? Ət və balıq xörəklərinə əlavə olunan bişmiş tərəvəz. Bişmiş tərəvəzdir.
Tərəvəzlərin istemalının əsas üsullarına, istemalının əsas üsullarına müxtəlif qaynatma və qızartma növləri, istemalına qaynatma və qızartma, kombinə edilmiş emala isə pörtlətmə və qızartma aiddir. Bunları yadımızda saxlayaq. İstemal qaynatma, qızartmadır, kombinə edilmiş isə pörtlətmə və qızartma aiddir. Qızartma hər birində var, həm istemalda, həm də kombinə edilmiş emalda. Amma qaynatma isə istemaldadır, pörtlətmə kombinə edilmişdədir. Qaynadılmış tərəvəzlər böyük miqdarda mayedə də ola bilər, süddə də ola bilər, ət suyunda da ola bilər. Maye, yəni su, süd, ət suyudur da, ümumiləşdirib burada maye deyir. Bişirilmiş tərəvəzlərdir. Deməli, böyük miqdarda mayedə su da ola bilər, süd də ola bilər, ət suyu da ola bilər. Qızardılmış tərəvəzlər. Mayesiz də biz bunu qızarda bilirik, yağ əlavə edərək. İstemal yolu ilə hazırlanmış tərəvəzlərdir. Deməli, qızardılmış burada mayeye ehtiyac yoxdur. Ancaq biz yağ əlavə edərək istemal yolu ilə hazırlanmış tərəvəzlərdir. Yağ əlavə edilmiş qalın dibli, baxın, qalın dibli tavada ərinmiş bol yağla sobada və saxsı qablarda qızartmalar ən geniş yayılmış üsullardandır. Deməli, qaynadılan necə idi? Həm suda, həm süddə, həm də ət suyunda biz bişirirdik. Miqdarı, elə bil ki, mayenin miqdarı çox olurdu. Amma qızardılmışda mayədən istifadə etmirik, yağ istifadə edirik. Yağdakı, hansı ki qalın dibli tava da ola bilər, sobada da bişirə bilərik, saxsı qablarda da bişirə bilərik, qızarda bilərik. Pörtlədilmiş tərəvəzlər. Əvvəlcədən pörtlətmə nə deməkdir? Yarı hazır vəziyyətə gətiririk. Əvvəlcədən yarı hazır vəziyyətə gətirib, qaynadırıq və ya qızardırıq. Deməli, əvvəlcə pörtlədirik, sonra qızardırıq. Sonra qızardılmış soğan, ədviyyat və ət suyu əlavə edilir. Məsələn, lobya qızartması. Neyinirik? Əvvəlcə lobyanı pörtlədirik, yarı hazır vəziyyətə gətiririk, sonra qızardırıq. Daha sonra pörtlədilmişdə qızardılmış soğan, ədviyyat, ət suyu əlavə edilir. Süddür, sudur, ət suyudur. Bəs bu hansı istemalda istifadə olunurdu? Qaynadılmışda, yəni böyük miqdarda bizə maye lazım idi. Bəs yağ hansındaydı? Yəni təməlli mayesiz yağ əlavə edilərək bişirilirdi. Bu da qızardılmışlardır. Bəs yarı hazır vəziyyətə gətirilən əkmə bu hansındaydı? Bu pörtlədilmiş tərəvəzlərdə idi. Əlavə də olaraq biz onu qızardırıq, soğan, ədviyyat və ət suyu əlavə edirik. Sobada bişirilmiş tərəvəzlər. Sobada bişirilmiş. Əvvəlcədən qaynadırıq. Yarı hazır vəziyyətə çatana qədər qızardırıq. Sonra isə xama və ya ət şirəsi əlavə etməklə 200-300 dərəcədə sobada bişiririk. Deməli, hansı ki bu sadaladıqlarımızın bir neçəsi var burada. Baxın, qaynatdıq. Qaynadılmış tərəvəzlər burada var. Sonra yarı hazır vəziyyətə çatana qədər qızardırıq. Qızartma da var. Qızartdıq. Daha sonra bunu 200-300 dərəcədə sobada bişiririk. Heç bişirilməmiş çiğ tərəvəzləri sobada bişirmək olar. Deməli, sobada bişirilmiş iki üsulladır. Həm qaynadıb, qızardıb sobada bişirməklə, həm də ki, çiğ tərəvəzləri sobada bişirmək olar. Baxın. Çiğ tərəvəzləri sobada bişirmək olar. Köz üzərində bişirilmiş tərəvəzlər. Bu da adından göründüyü kimi tərəvəzlər köz üzərində. Yuyuruq, köz üzərində bişiririk, sonra qabıqları təmizlənir, doğranır və süfrəyə verilir. Manqal salatı, müəllimlər, bunu nümunə gətirə bilərik. Badımcandır, pomidordur, bibərdir. Bunları doğrayıb, hansı ki, qabıqların soyulmuş, doğranmış vəziyyətdə biz süfrəyə verə bilirik. Belə. İndi bir də göz gəzdirək bu slayda. Biz tərəvəzləri, hansı ki, isti emalının əsas üsulları hansıları idi?
Qaynatma idi, qızartma idi. Bəs kombinə edilmiş hansı idi? Pörtlətmə idi, bir də qızartma idi. Pörtlətmə və qızartma. Belə yadımızda saxlayaq. Qaynatma, qızartma. Bu oldu istemal. Pörtlətmə, qızartma kombinə edilmiş. Niyə kombinə edilmiş deyirik? Əvvəlcə biz onu yarı hazır vəziyyətə gətiririk, sonra qızardığın 2 mərhələdən keçir. Amma isti emal bir dəfəlik qoyuruq, qaynadırıq və yaxud da bir dəfəlik qoyuruq, qızardırıq. Kombinə edilmiş, yəni içi burada həm qaynatmaqdan, həm də ki qızartmaqdan belə deyək, birləşik, biz kombinə edilmiş emal alırıq. Sonra sobada bişirilmiş tərəvəzlər idi. Hansı ki, sobada bişirilmişi də biz yarı qaynadırıq, yarı hazır vəziyyətə belə deyək də qızardırıq. Sonra xamadır, ət şirəsidir. Bunları əlavə edərək 200-300 dərəcədə sobada bişiririk. Heç bişirilməmiş çiy məhsulları da biz, çiy tərəvəzləri daha doğrusu sobada bişirə bilərik. Köz üzərində də bildiyimiz kimi közdən istifadə etməklə közün üzərində bişiririk. Bunlar da ki, badımcandır, pomidordur, bibərdir, kartofdur və s. Qabıqları, deməli bunları biz yuyuruq, közün üzərində bişiririk, sonra qabıqlarını təmizləyib, doğrayıb süfrəyə veririk. Bu bizim isteğmalı, tərəvəzlərin isteğmalı. İndi gəlin baxaq görək, tərəvəzlər ilkin emal hansı emal mərhələlərindən keçir? İlkin emal. İsteğmalı bildik. İlkin emal mərhələləri növlərə ayrılma. Deməli, tərəvəzlər necə növlərinə ayrılır? Keyfiyyətinə görə, yetişmə dərəcəsinə görə, ölçüsünə görə. Hansı ki, seçilir. İlk növbədə nə edirik? Yarpağıdır, yarpağını təmizlədik. Budaq varsa, budağını təmizlədik. Tumurcuqlar varsa, onları seçib ayırırıq. Sonra qidaya yararsız olanları çürümüşdür, çaldır, çox yetişmişdir, solmuşdur. Bax, bunları kənarlaşdırırıq. Neynədir? Növlərə ayırdıq. Növləri necə ayırdıq? Keyfiyyətinə görə. Məsələn, çaldır, keyfiyyətsizdir. Çox yetişmişdir. Bizim, belə deyək də, çox yetişmiş ehtiyacımız yoxdur. Belə deyək, yetişmə dərəcəsinə görə. Keyfiyyətinə görə dedik ki, çürümüş ola bilər. Daha sonra solmuş ola bilər, keyfiyyətsiz. Ölçüsünə görə, məsələn üçün, pomidor var, çox yekədir. Ölçüsünə görə biz onu seçirik. Deməli, seçilib kənarlaşdırılır. Yuma nədir, müəllimlər? Yuma da ki, hansı ki, yuyub təmizləyirik də. Bəs nədən yuyub təmizləyirik? Çirkdən, torpaqdan, hansı ki, kimyəvi maddələrdən tez böyüməsi üçün gübrələr veririk. Deməli, nədən yuyub təmizlədik? Çirk, torpaq qalıqları, bir də kimyəvi maddələrdən. Bəs növlərə necə ayırdıq? Keyfiyyətinə görə, yetişmə dərəcəsinə görə, bir də ölçüsünə görə növlərə ayırdıq. İlk növbədə hansı ki, yarpaqdır, budaqdır, tumurcuqlardır, onları ayırdıq. Daha sonra hansı ki, yararlı olub olmaması, yəni ona görə seçib kənarlaşdırırıq. Yararsız olanları, hansı ki, çürümüş olanlarıdır, çal olanlarıdır, çox yetişmişdir və yaxud da solmuş tərəvəzlərdir, kənarlaşdırırıq. Bəs müəllimlər, təmizləmə nədir? Təmizləmə, meyvə və tərəvəzin yeməyə yararsız, zədələnmiş və ya az dəyərli hissələri kənarlaşdırılır. Bəzi tərəvəzlərin qabığı soyulur, amma yadda saxlamaq lazımdır ki, qabığın altında ən qiymətli qidalı maddələr var. Buna görə də biz onu nazik soymalıyıq. Təmizləmədən sonra tərəvəzlər təkrar yuyulur. Deməli, nə edirik? Təmizləyəndə hansı ki, yararsız, zədələnmiş, az dəyərli hissələr kənarlaşdırılır. Baxın, meyvə və tərəvəzlərdə yararsız, zədələnmiş və bir də az dəyərli hissələr kənarlaşdırılır. Qabığı soyulur, amma qabığı elə soyuruq ki, nazik soymalıyıq. Çünki qidalı maddələr qabığın altındadır.
Sonra təkrar yuyuruq. Məsələn, kartofu nümunə gətirə bilərik. Nə oldu? Daha sonra doğrama nədir müəllimlər? Doğrama yeməyə cəlb edici, xarici görünüş vermək üçün, eyni bərabər isti emal etmək üçün təmizlənmiş meyvə və tərəvəzlər doğranılır. Deməli, xarici görünüş vermək üçün, eyni bərabər isti emal etmək üçün təmizlənmiş meyvə və tərəvəzlər doğranılır. Tərəvəz salatının hazırlanma texnologiyası. Gəlin baxaq. Salat bir və ya bir neçə növ tərəvəzdən, həmçinin tərəvəzlərin ət, balıq, yumurta və s. birləşməsindən ibarət soyuq yeməkdir. Salat. Bir neçə tərəvəz növündən istifadə edirik. Bir növdə ola bilər, bir neçə növdə ola bilər. Ətdə, balıq da, yumurta da qata bilirik. Bunların birləşməsindən ibarət olan soyuq yeməkdir salat. Salat hazırlayarkən çiy, qaynadılmış, bir də marinada qoyulmuş, bir də duzlu tərəvəzlərdən istifadə edilir. Deməli, çiy ola bilər, qaynada da bilərik, marinada da qoya bilərik, məsələn, şorxiyar. Bir də duzlu tərəvəzlərdən istifadə, şorxiyar duzlu tərəvəzə, marinada qoyulmuş, hansı ki, iksus falan tökürük, marinada qoyulmuş tərəvəzlərdən istifadə edirik. Deməli, bizə sual düşə bilər, salat hazırlayarkən hansı tərəvəzlərdən istifadə edirik? Artıq biz bunu bildik ki, çiy də ola bilər, qaynadılmış da ola bilər, duzlu da ola bilər, marinada qoyulmuş da ola bilər. Tərəvəzlərin doğrama formaları. Gəlin baxaq, tircik formasında doğrayıb burada, tircik, həqiqətən də tirə oxşayır. Dairəvi doğrayıb, görürük də dairəvidir. Saman, hansı ki, saman nazik çöpləri, nazik, nazik saman çöpləri. Sonra kvadrat şəklində doğrayıb, kvadrat dedim, düz bucaqlı çəkdim, kvadrat şəklində doğrayıb, nişqa ilə düzgün çəkmək olur. Sonra kub formasında doğramaq olur, kub formasında dilim doğramaq olur. Halqa formasında, bir də yarım halqa. Halqaları bölürük iki yerə, olur yarım halqa. Yaxşı müəllimlər, gəlin baxaq. Bu 5 olan nə idi? 5-dəki 5-ci şəkildə nə idi? Bəli, kub idi. Bəs 3-dəki şəkil nə idi? 3. Bəli, nazik saman çöpləri. 1 nə idi? Tircik formasında, əla. Daha sonra 8, yarım halqa. Müəllimlər, mən sual verə-verə sizdə sualları ola bilər ki, düşünmə imkanınız olsun. Videonu dayandırıb, düşünüb cavab verə bilərsiniz. Bəs 4 nə idi? 4 kvadrat formalı tərəvəzlərin doğranma forması idi. Salatların hazırlanma texnologiyası bir neçə mərhələdən ibarətdir. Gəlin baxaq görək o mərhələlər nədir? Əvvəlcə ilkin emal edirik. İlkin emal nə idi müəllimlər? Hansı ki biz burada öyrəndik. İlkin emal növlərə ayırırıq, yuyuruq, təmizləyirik, doğrayırıq. Daha sonra tərəvəzlərin doğranması. Necə doğradıq? Tircik formada, dairəvi, nazik saman çöpləri, kvadrat, kub, halqa, dilim, halqa və yarım halqa. Sonra tərəvəzləri doğradıq. Salatın tərkibinə daxil olan bütün tərəvəzlər eyni ölçülü tikələr şəklində doğranmalıdır. Əgər nazik saman çöpləri doğrayırıqsa, hamısı eyni cür olmalıdır. Biri böyük, biri balaca yox. Belə olduqda onlar dadlı, cəlb edici və iştahaçan olur. Salata, xama, mayonez və ya bitki yağı əlavə edib süfrəyə verə bilirik. Xama, mayonez, bitki yağı. Lazım gəldikdə salatın tərkibinə sirkə, baxın demir ha, məcburən, lazım gəldikdə sirkə, bitki yağı, duz, istiyot, şəkər, xardal tərkibli hazır qatmalar da əlavə edilir. Doğranmış tərəvəzlərin qırılıb əzilməməsi üçün salatları ehtiyatla qarışdırırıq. Deməli, ilkin emaldan keçirtdik, doğradıq.
xama, mayonez, bitki yağı əlavə etdik. Doğranmış tərəvəzlərin qırılıb əzilməməsi üçün ehtiyatla qarışdırdıq. Hazır, xüsusi qablara qoyub üstünü bəzədik. Salatları yalnız onların tərkibinə daxil olan ərzaqlarla, həmçinin cəfəri, şüyüd, şərəviz, şahi ilə bəzəmək olar. Yəni tərkibində olan ərzaqlarla. Hazırlanmış salat qısa zamanda süfrəyə verilir. Hazırladım, verə bilərsən süfrəyə. Turşu C vitaminini sabitləşdirdiyi üçün xırdalanmış tərəvəzlərə dərhal bitki yağı, xama, sos əlavə edilir. Deməli, turşu C vitaminini sabit saxlayır. Turşu C vitaminini sabitləşdirdiyi üçün xırdalanmış tərəvəzlərə dərhal bitki yağı, xama, sos əlavə edilir və qarışdırılır. Rahat olsun deyə 2 çəngəldən istifadə edirik. Çəngəl və ya qaşıqla da qarışdıra bilirik. Hazırlanmış salat qaba təpə şəklində qoyulur. Menyunu düzgün tərtib etmək üçün yadda saxlamaq lazımdır ki, qızardılmış ət və balıq xörəkləri üçün qarnir qaynadılmış tərəvəzlərdən ibarət olur. Təhlükəsizlik və sanitariya qaydaları. Bıçaqla işlədikdə əllərimizi kəsilmədən qorumalıyıq. Doğrama zamanı bıçaq düzgün tutulmalıdır. Necə düzgün tutaq? Tiyəni yüngülcə sağa əymək lazımdır. Bəli, yüngülcə sağa əymək lazımdır. Ət çəkən və sürtkəclə iş zamanı ehtiyatlı olun, barmaqlarınızı zədələməyin. İsti maye və buxar yanıqlarından qorunun. İsti emal edilməyən və çiy halda işlədilən bütün növ tərəvəzləri yaxşı yuyun. Bəli, hansı ki biz bunu isti emal etmirik, çiy halda hazırlayırıq, onda bunları yaxşıca yumalıyıq. Bu da bizim növbəti mövzumuzun sonu.